Aziz tamaşaçılar, bugün Galatasaray Rizespor ile karşılaşır. Bu maça mən spikerlik edəcəm. Saysedo ötürməsini edik Gimes. Andre Robertson sürətli yığdı, top aldı Mikel. Mikel ilerleyir. Orada al oynadı Mikel. Kimi ötürmə edəcək? Berker istiqamətinə. Ötürməyə dəqiq alınmadı. Yahya ötürmə edəcək. Yahya ötürməsini etdi. Burada topu indirdi Galatasaray. İndirdi topu bəli. Federico Valverde. Ötürmə çox dəqiq aldı Messi. Hə, indi necə olacaq bu zərbə və gol. Hesab çıxır 6-cı, 7-ci dəqiqədə. Lionel Messi. Bəli, əla bir gol ilə hesab çıxır 7-ci dəqiqədə. Sayko Rizespor başlayacaq indi. Taylan. Onun ötürməsi. Ötürmə dirədədir, top ancaq presingi ilə. Yenə top aldı Galatasaray. Saysedo topa əla saxladı, özünü ötürməsinə Mikel. Andre Robertson istiqamətə. Robertson döndü, kəsməyə çalışır Palanı. Əla keçdi Palanı, indi ötürməsini edir Robertson. Saysedo Berker Afşarə. Oy. Zərbəyə imkan olmadı. Orada yenə Galatasaray presingi ilə topu özünə qazandırdı. Xaka. Ötürməkdə Federico Valverde. Diqqətli oynayır Valverde. Granit Xaka. Onun ötürməsi yenə top Valverde'dədir. Valverde. Saysedo. Berker Afşar istiqamətdə ötürmə Afşar. Baxdı, diqqətli ötürmə Federico Valverde. İstiqamətdə amma Fofana. Top özünə saxlamağı bacardı. 20-ci dəqiqədə artıq. İndi ötürmə aldı Berker Afşar. Onun ötürməsi Lionel Messi ikinci qolunu vurmaqsa hazırlaşır ancaq. Fofana əla çıxdı qabağa, əla aldı topu. Fofana. İndi Pala. Ötürməsini etdi Tire istiqamətlə. Tire. Diqqətli oynayır, ötürməsini etdi. Robertson sürüşdü ancaq orada heç nə edə bilmədi. İbrahimdədir top, İbrahim. Keçdi. Gimes ötürmə. Mario. Topa imkan vermədi. Yəni kəsməsinə. İndi ötürmə edəcək Kasper. Mikel öndədir. Kasper ötürməsini etdi. Berker Afşar istiqamətə baş. Saysedo top hələ rəqibdədir mi? Mikel qaçdı. Top ala bilmədi ancaq qazandılar topu. Galatasaray qazandı topu. Berker Afşar indi ötürməsini etdi. Dəqiq almadı. İbrahim aldı topu. Yenə Galatasaray aldı. Saysedo ötürməsini etdi. Messi istiqamətdə. Messi qaça bilmədi o topa. Fofana ötürməsini etdi. Pala istiqamətdə. Pala geri ötürdü Fofana'ya. Fofana onun ötürməsi. Sarına pressing gelir Galatasaray. Taylan aldı top ötürməsini etdi. İbrahim istiqamətini. İbrahim hücuma çıxır. Burada alınmadı Rizespor'un hücumu. Mikel sürüşdü, al ötürməsini etdi. Və sağdan ötürməsini etdi. Samet qata bitirdi. Afşarın zərbəsi. Hesabda fərqliliyi var 40-cı dəqiqədə. Berker Afşar. Hesabda fərqliliyi yaradır. Hesab 2-0'dır artıq. 40-cı dəqiqədə hesab 2-0. Burada ötürmə dəqiq alındı. Burada Samet topu itirdi Berker. Elə sərt zərbə vurdu ki. Qapçı tutanmadı. Fofana topu tutanmadı. Artıq oyunun bitməsinə 4 dəqiqə qalıb. Messi pressing ilə ala top aldı. Galatasaray'ın hücumunu izləyir yenə. Messi baxdı. Ötürməkdi Federico Valverde'yə. Valverde döndü. Əla oynadı Federico. Valverde'nin zərbəsi. Fofana. Çox dəqiqə oynadı Fofana. Bu arada hakim oyunu 2 dəqiqə əlavə edir. Bu həyəcanlı maçda 2 dəqiqə daha əlavə izləyəcəyik. Ötürmə. Kasper. Top özündə saxlamağı bacardı Kasper. Hücuma çıxır. Rizespor yenə və hakim bitirəcəkmi? Bitirdi. İlk hissə bitir Galatasaray 2. Sayko Rizespor 1. Evzünün sayı 0. 56% topla oynama Galatasaray'da 44% isə Sayko Rizespor'da. İkinci hissədə görüşərik. Bəli, ikinci hissə başlayır Galatasaray Rizespor oyununda. Oyuncu dəyişdirilir. Mikel Ozbayarın çıxın və yerinə Son Heung-min gəlir. Granit Xaka indi Galatasaray yenə hücuma çıxdı. Berker Afşar istiqamətdə ala ötürmə Berker. Zərbə imkan vermədilər. İnanılmaz oynadılar Rizespor oyuncuları. Kasper indi ötürmə Lazi. Onun ötürməsi burada.
Niye? Ötürme. Fabio Cannavaro aldı topu ötürme. Eti Federico Valverde. Ama orada hiçbir qayda pozundan yoktu diğer hakim Lazi. Ötürme Halil. Burada topu aldı Rizespor. Hücuma çıxır Rizespor. Ancaq yenə itirdi topu. Ötürme. Dəqiq alınmadı Berker Afşar istiqamətinə. Topu yenə aldı ama yenə aldı bu sefer topu. Rizespor aldı Rizespor. Geldi. Zərbə ötürme var. Ötürme var. Qayda pozulub. Qayda pozulub. Hakim avantajı bıraktı. Devir Rişanoğlu. Ötürme kapı gazı zərbə. Ciyandırıcı Donnarumma. Onun için rahat top idi bu. Cannavaro. Rahatça ötürməsini etti. Lionel Messi istikamətinə ötürmə dəqiq alınmadı. Ancaq sürətli bir hücuma çıxmışdı. Rizespor yenə. İmkan vermədi Galatasaraylı futbolçular. Federico Valverde'dən aldı oturması yenə Berker Afşar istikamətinə. Berker bu sefer eləyə biləcəkmi? Yox. Bu sefer də alınmadı Berkerdən. Amma ötürmə çox əla idi. Diri. Kimdədir top? Yenə bu sefer də Rizespor'dadır ancaq Son Heung-min. Ötürməsini edə Andrew Robertson istikamətindən. Robertson. Lionel Messi. Ondan Berker. Berker top özünə saxlaya bilmədi. Pala. Ötürməsini etdi. Taylan. Üzrü sayın. Dire. Heung-min son halı oynadı. Ötürməsini etdi Granit Xhaka'ya. Xhaka'nın ötürməsi Paladadır. Bu dəqiqə top. Rizespor hücuma çıxmağa çalışır. Bu dəqiqələrdə Samet Akaydın. Dire. Rizespor'un hücumunu izləyir. Sizlərlə birlikdə. Dire. Topu özünə saxladı. Hələ ötürməsini etdi. Pala istiqamətinə. Və offside bayrağı havadadır. Offside var burada. Hakim deyir. Belə bir offside izləyirik. Bəli, offside'dir. Bu offside'dir. Oyundan kənar vəziyyətdir bu. İndi ötürməsini etdi. Ötürmə edən oyuncu Mario'dur. Ötürmə etdi. Giyinməz. Ötürməsini etdi. Andrew Robertson. Ötürməsi Cannavaro. Federico Valverde. Lionel Messi sürətli özü maçını Galatasaray Granit Xhaka. Onun ötürməsi Valverde istiqamətdə halı oyun. Valverde baxdı. Ne edəcək? Valverde oyuncular geri çəkdi. Valverde zərbə imkan. Oy Fofana. Çox ağla tutdu o topu. Fofana çox ağla tutdu o topu. İndi Rizespor hücumunu izləyirik sizlərlə birlikdə. Burada ötürməsini Pala istiqamətdə Andrew Robertson qaçmağa çalışır orada. Pala. Ötürmə edəcəkmi? Ötürmə etdi Pala ancaq Robertson edədi. Yenə ötürməyə İbrahim. İbrahim ötürməsi edədi. Ali istiqamətinə. Oğlu oynadı müdafiə. Burada nə deyir Hakim? Burada zərbəni izləyəkmi? İzləyək bu zərbəni. Ali zərbə indirdi ancaq müdafiə. Çox yaxşı oynadı burada. Ötürmə edəcək Kasper. Ötürməsi Berker Afşar ağlı oynadı orada. Qayda pozunluğu yoxdur deyir Hakim. Ali Suavi ötürməsini etdi. Zərbə. Ay. Qayda pozulub deyir Hakim. Penalti. Və sarı vərəqə var burada oyunda. Ay. Qayda pozunluğunu görək. Zegriyə qarşı qayda pozulub. Cannavaro qaydanı pozdu. Penalti. Qərarı verir Hakim son dəqiqələrdə penalti zərbəsini yerinə yetirən futbolçu. Lazi'dir. Donnarumma qapdadır. Lazi. Baxdı. Lazi'nin zərbəsi və gol. Lazi'nin zərbəsi və gol. Bu oyundakı ilk golunu vurur Rizespor və Lazi. Donnarumma. Yəni işarə edir ki, futbolçular nəşəsində yerlərini sürətli altına Lionel Messi ötürməkdir. Granit Xhaka. Federico Valverde. Onun ötürməsi Messi istiqamətə aldı oturma. Hojer. Çox təhlükəlidir bu anlarda Rizespor. Hücuma çıxmağa çalışır Lazi. Ötürmə. Fabio Cannavaro. Oynaya bilmədi orada İbrahim Olavin. Hakim 3 dəqiqə əlavə edir bu dəqiqələrdə. Və Galatasarayın hücumunu izləyir Federico Valverde. Granit Xhaka. Necəsə Berker Afşarı ötürməkdir. Berker baxdı. Valverde'ni gördü. Federico Valverde. Ne edəcək? Gördü. Kimi gördü? Berker istiqamətini ötürməkdir və bitirməlidir Hakim bu dəqiqələrdə. Bitti bu maç. Bitti. Galatasaray Çaykur Rizespor'u 2-1 hesab ilə məğlub edir. 2-1. Və əla bir oyun izlədik sizlərlə birlikdə. Hesab 2-1'dir. Galatasaray 2. Çaykur Rizespor 1. Burada 53% ikinci yarıda 53% top oynama. Rizespor'da 47% isə Galatasaray'da idi. Sağ olun bu maçı izlədiyinizə görə. Sağ olun. Salamat qalın.